adil olmasın. Aman ey aman. Gari dağlar, karlı bular karsız bulmaz. Yiğit başı aman bulsa, yağlı bular yağsız bulmaz. Aman ey aman. Kaysı felek burcunun bir öpür anlarsan, kaysı sedef burcunun gevher şehvarsan, kaysı hutan ağusir nafayı takarsan, kaysı çemen zanın lağayı günlarsan. Söyle bana sen emey kimni sever yarsan. Buy 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 ala yüz buy buy buy, kara yüz buy buy buy, ala yüz gel beri, hey kara yüz gel beri. Yıklatır aşıkların lelele bir hendesi, tulu bir şemşadır sarı kadın bendesi. Hüsnü kemal evciliğin aktar da bendesi, görsem ahiyarezin bunu sıçır memlesi. Söyle bana sen emey kimni sever yarsan. Buy 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 ala yüz buy buy buy, kara yüz buy buy buy, ala yüz gel beri, hey kara yüz gel beri. Bir gece yapmana, bir gece yapmana mihrim muhabbete ya. Emrah yoldası berçemizden kal. Gülbeyin sağına, olsana gel mihman. Şamını mahzunun her olsun eyle beyan. Söyle bana sen emey kimni sever yarsan. Buy buy buy, ala yüz buy buy buy, kara yüz buy buy buy, ala yüz gel beri, hey kara yüz gel beri. Kara yüz gel beri, hey kara yüz gel beri. Ala yüz gel beri, hey kara yüz gel beri. Bravo, bravo. Möhtəşəm. Təranə Festival xanım, ovqatına Təranə kökləndik. xanım elə sevgilərini istəyir ki, elə bir Bilirsiniz, festivaldadır. orada oturanda jüridə Özbekistanın xalq artisti oturmuşdu və mən Əminə oynayanda İnanız ki, elə bir nüsiyyətdə Allahla olmuşam və fəxr eləmişəm ki, Əminə belə gözəl o hissiyyəti, o rəqsi, o texnikanı göstərdi və mən çöndüm, ona baxdım. Gördüm ki, uzaq otururdu, mənə belə elədi. Mən o rahat oldum ki, Əminə o mədəniyyəti, baxmayaraq ki, onun qanında Azərbaycan qanıdır, o mədəniyyəti elə gözəl göstərdi. Möhtəşəm. Doğrudan da Heyran olduq biz də. gözəl elə bir plastika ilə ifa elədi ki, ruhundan sanki elə bir özbək bir xanımı görürdük Bir növ səhnədə. tamaşa izləyirdik sanki Bəli. burada. Hər Əminə, təbrik kəlmədə, edirik hər səni. musiqinin. İstərdik sənin də təəssüratlarını eşidək. Sağ ol, mən çox xoşbəxtəm ki, hal-hazırda buradayam və çox sevincliyəm ki, mənə fürsət düşdü. Özbəkistanda Ləzgi festivalında iştirak eləmək. Mən hər müəllimlərimə, Təranə xanıma, valideynlərimə təşəkkür bildirirəm. Və çox qürur vericidir ki, biz Səma Rəqs Ansamblından Ləzgi festivalında iştirak eləmək qismət oldu bizə. Çox sağ olun. Ama yüksek seviyede Aminaçka, senin valideynlerin de öz canını bu sənətə verirler. Onun atası da anası peşəkar bir Ne rəqqasdilər. güzel. Artıq məlum oldu hardan gəlir. Cəngi Rəqs Ansamblının baletmeisteri, maması da, atası da. Amma onlar evdə otura-otura səslənəndə ki, Əminə ikinci yerə layiq oldu. Mən bilirəm ki, ən birinci yazan və ağlayan
anası ilə atası oldu ki, sevindiyindən ki, Əminə belə gözəl yerə layiq oldu. Gözəl, biz də təbrik eləyirik və təbii ki, mən düşünürəm ki, özbəkləri onların rəqsləri ilə bu cür təəccübləndirə bilmək və onlardan bu yeri, bu qalibiyyəti əldə eləmək elə ən yüksək mərtəbədir. Orada birinci Grand Prix Uzbek ifaçı götürdü. Amma o xalq artisti, peşəkar bir adam, kim ucu dünyanı gəzib və o da Aminçikaya yaxınlaşıb deyib ki, sən necə belə hissiyəti, belə hərəkətləri, orada nöqtələr var, rəqslər, bəzi baxışlar var, elementlər var. Arda öyrənibsən, Aminə dedi ki, mən xoreografiyada biz bu rəqsi keçirik və bütün növləri keçirik, bütün dünya xalq rəqsləri. Ona görə mən hər zaman deyirəm ki, şərait yaratmaq lazımdır. Bizim tələbələrimiz, bizim mədəniyyətdə olan insanlar çox peşəkardırlar. Bizim qanımızda var bu. Ona sadəcə yol vermək, yol göstərmək və dəstək olmaq. Əlbəttə. Təranə xanım, əslində sizin rəqsə olan sevginiz xalqa sevginizdən irəli gəlir və Azərbaycan mədəniyyətdə bu cür hörmətiniz, münasibətiniz xoreograflarımıza da bir stimuldur. O stimul verir ki, onlar da çalışsınlar ki, hər bir vəcdlə tələbələri belə peşəkar şəkildə rəqqas kimi yetişdirsinlər və sizin qələbəniz Azərbaycan mədəniyyətinin qələbəsidir. Bizə göndərilən bax, bütün bu təqdim edəcəyiniz bu mükafatlar, hər biri Azərbaycan mədəniyyətinə yüksək qiymətin, dəyərin verilməsidir. Minlərlə insanlar baxıb, minlərlə, o qədər ölkələr. Bilirsiniz, orada intervyular verdik, şəxsi prezidentin kanalında da bizi çağırdılar. Biz dedik ki, biz necə qardaş ölkəyik, amma baxmayaraq kim birinci, ikinci, üçüncü yerə layiq olub, əsas o balalarımızın səhnə arxasında nüsiyyəti, bir-birinin mədəniyyəti bilmək, birlik olmaq. Ona görə mən orada sevinirdim. 300 nəfər elə bir ailə, bir yemək, bir otel, bir yerdə yeyirdilər, gülürdülər, bir-birinlə dostluq eləyirdilər. Əsas bu dünyada budur. Bəli, bu təkcə festival deyildi, bir rəqs bayramı idi. Bəli. Bunu artıq biz hiss elədik. İşlərinizdə uğurlar arzu edirik Təranə xanım və arzu edirik ki, uğurlarınız bol olsun. Ki, rəqs mədəniyyətinin zirvəsindədir artıq bizim Azərbaycan rəqs mədəniyyəti. Amma hər bir halda növbəti uğurlar hər zaman bir imkan yaradır ki, gələcəkdə yetişən gənc rəqqaslara bir stimul olsun, həvəs olsun. Təşəkkür edirik. Xalq artisti, Bakı Xoreografiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə Muradova proqramımızın qonağı idi və Özbəkistandan 3-cü Beynəlxalq Ləzgi Festivalından qayıdışıb və gözəl belə bir qalibiyyətlə qayıdışından söhbət açdıq. Təbrik edirik bir daha. Çox sağ olun. Dəvətə görə uğurlar arzulayıram. Hər səhər qoy bizim Azərbaycan xalqımız sevinsin və belə gözəl rəqslər görsün və belə gözəl gələcək görsün. Davamlı olsun. Biz qalibiyyətə alışmışıq. Efirimiz isə davam edir əziz tamaşaçılar.